Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli Elmir Əmlak kanalının izləyiciləri. Əziz izləyicilərim, Buzovnadan Mərdəkana gedəndə Qəbələ Xanlar restoranının yaxınlığında bu gözəllikdə villanın, bağ evinin və yaxud da 4 fəsil yaşamaq üçün bu evin çəkilişini sizlər üçün eləyəcəm. Mən istəyirəm ki, bu gözəl evin görüntüsün, təqdimatın sizlərə bacardığım qədər geniş göstərim. Ev demək olar ki, indiki dövrdə Azərbaycanın ən çox sevilən ərazilərindən birində yerləşir. Mərdəkan ərazisində. Havası gözəl, bütün kommunal xəttləri, bütün kommunalları olan bir ərazidə, yola yaxın bir ərazidə 6,5 sotun içərisində inşa olunmuş 250 kvadrat modern üslubda bütün əşyalarla birlikdə kondisionerlərinə qədər, yataq dəstlərinə qədər, yastıqlara qədər qoyulmuş təptəzə gözəl bu bağ evin sizlərə təqdim etməyə başlayıram. Avtomatik olaraq pultla təchiz olunmuş darvaza, pultla sıyrılır, axıra kimi gedir, açılır qapı. Qazı, suyu, işığı hamısı var, daimidir. İşıqlandırması çox gözəldir. Hal-hazırda günəş çıxıb, işıqlandırma tam görə bilmirik, amma hamısı yanır. Darvaza açılan kimi düz üzbəyüz, üstü bağlı, daxilində texniki otaq yerləşən bir otağı var. Bura qarajdır. Qarşısı bağlıdır, hər tərəfi, qarşısı açıqdır, qapısı, darvazası belə deyim. Amma hər tərəfi bağlıdır. Üzü də bütöv olaraq hamısı metlaq daşlarla təmir olunub evlə birlikdə. Bundan sonra bu evlərə gələcəkdə demək olar ki, təmirə ehtiyac olmayacaq. Çünki bütün fasad işləri hamısı metlaq daşlarla qəşəng təmir olunub. Dəyərli izləyicilərim, yaşıllıq zonası evin qarşısında çox gözəl landşaft hissəsi var. Su varması, avtomatik olaraq su varması, əlavə olaraq işıqlandırması həm yerdən, həm divardan. Sol tərəfdə gözəl bir həyət üçün nəzərdə tutulmuş dəmirdən, taxtadan istifadə olunaraq təmir olunmuş manqal, su hövzəsi, dolablar. Burada peç, hansı ki qazan qoyub yemək pişirməyə qaz çəkilib, hər şey qoyulub, qeyri-adi. Həyətin bütöv olaraq, evin də bütöv olaraq kamera xəttlərinə qədər hamısı çəkilib. Burada ayrıca olaraq söhbətgah, evə birləşidir, amma ayrıdır. Buyurun, keçək. Əziz izləyicilər, söhbətgahın belə daxilində hər bir şey var. Kondisioner, televizor, divan, kreslo, oturmaq üçün stol, stul, soyuducu, su hövzəsi, qaz sobası, mətbəx mebeli və daxilində sanitar qovşağı. Wi-Fi aparatlarına belə, onlar nə deyirlər? Modemlərə qədər evin daxilində, həyətində qoyulub. İnternet istənilən yerdə, həyətdə gəzəndə rahatçılıqla tutsun. Ev bütöv olaraq polis mühafizəsinə bağlanıb. Müqavilə də bağlanıb, hazırdır. Kim gələcəksə müqavilə onun adına olacaq. Bu evin bir özəlliyi var. Çox müştərilərimizdən çoxsunun istədiyi bir özəllik. Bura yataq otağıdır. Valideyn yataq otağı burada yerləşir. Pəncərəsi, görüntüsü birbaşa həyətə, yaşıllığa, hovuza baxır. İnşallah daxilinə keçəndə görəcəyik. Bundan əlavə olaraq burada mətbəx otağı yerləşir. Onun da görüntüsü həyətə, pəncərəsi isə, bütün pəncərələr isə qapı kimi, həm də pəncərə kimi istifadə olunur. Daşma hovuz 5 metrənin 7 metrəyə olan daşma hovuz. Çox gözəl və zövqlə təmir olunmuş. Daxili kafeldir. Kafellə yığılıb, yəni ki, təmir olunub, rəngi də çox gözəl seçilib. İşıqlandırması çox superdir. Evin arxasına bütöv olaraq fırlanmaq olur. Dəyərli izləyicilərim, ümumi tikilinin kvadratı
250 kvadratdır. Kamera xəttlərinə qədər yenə deyirəm, hamısı çəkilib. Bura isə qonaq otağıdır. Mən özüm evin daxilinə keçəndə birinci pərdələri çəkdim ki, buradan görüntü və içərdən görüntü görünsün. Müştərilərimiz görsün. Sağ olsun ev sahibi. Skameykalar qoyub oturacaqlar. Yanında da çöp qutusuna qədər. Nə lazımdır ki? Hər bir şey var. Yenə deyirəm, hər bir şey var. Həyətdə, evin daxilində. Bir daha söyləyirəm. Qiyməti də sizə deyim. Start qiymətdir, başlanğıc qiymətdir. Bugünkü gündə 680.000 manatdır. 6,5 sot bütün əşyalarla birlikdə mən belə düşünürəm ki, bu qədər əşyana, bu qədər hazır bir ev bu qiymətə bazarda yoxdur. Bu da bəlkə də birincidir. Gələk evin daxilinə. Oydu, darvaza da elə bilirsən, maşallah. Evin qapısı çox ağır, seyf qapıdır. Ayaqqabılarımızı çıxardaq inşallah. Evin ümumi giriş qapısıdır. Buradan keçdin, kiçik bir dəhliz. Polisə qoşulma, qapının kənarından damafon, balaca bir oturacaq. Sağ tərəfdə dolab, paltar yığmaq üçün və üzbəüz gözəl bir ayna. Elvin, necəsən? Nətərdir ala? Heyecanlıqdır, dəf kimi deyək. Evin daxilində olan portretlər hamısı əl işləridir. Çox gözəl də çəkilib, çox gözəl də yerləri seçilib, asılıb evin daxilindən. Qonaq otağını keçin, birinci qonaq otağını təqdim edeyim. Calais del Sol, kondisioner, televizor, TV-stand bütöv olaraq bu divarda, divan, stol və həyətə baxan bütöv olaraq görüntü. Qonaq otağından bütöv olaraq həyətə baxan görüntü. Əziz izləyicilər, pərdələri bir daha söyləyirəm, özüm çəkmişəm. İndi isə çəkim yerinə ev sahibi sonra bizi damlayar. Deyər ki, pərdələri çəkmişsə, içəri gün düşür və yaxud da pis görünür. Mən özüm çəkmişdim ki, müştərilərə göstərim. Düz deyirəm, səhv deyirəm. Danış da, arada bir danış da, mən danışıram, hara gedirəm. Gəl. Mətbəx sonda. Bəh. Birinci yataq otağı. Ya Allah. Yataq dəsti. Dolab, qardirob, kondisioner, televizor. Yataq otağının daxilində sanitar qovşağı. Zəhmət olmasa keç göstər də. Sən dur. Keç də day. Yaxşı, baş üstə. Buyurun. Nə qəşəng zapravka eləyiblər hər yeri. Bu kim eləyibsə, hərbiçi olub bunu zapravka eləyənlər. Necə deyim bəs onu? Düzəldi bir. Kuba. Gəl. Ümumi sanitar qovşağı. Bütün xəttlər hamısı divar içidir. Hər bir sanitar qovşağın içərisində yuxarısında dolabı da var. Yəni unitazın üstündə divarda dolab yığılır. Orada göstərdin? Əla. Gəl. Keçək yataq otağına. Bu yataq otağını da göstərim. Bütün yataq otaqlar evin arxasını da göstərim. Evin arxası da baxın tam birləşdir. Burada kamera var, orada kamera var. Bəzənmə stolu. Bunlar hamısı dolablar. Yataq dəsti, televizor, kondisioner. Qapılar özləri hamısı dizayna uyğun olaraq düz tavana qədərdir. Belə verilib. Əl işi, portret. İndi isə keçirik ən böyük yataq otağına, valideyn yataq otağına. Bəh. Kondisioner. Böyük geniş sanitar qovşağı. Arxada qardirobu var. Mən düşünürəm ki, qardirob əgər çatmasa, burada da bir dənə qardirob yığmaq olar. Çünki burada da yeri var. Bəzənmə stolu.
Bir daha söyləyirəm, yataq otağında, qonaq otağındakı kimi yataq otağında da pəncərəni özüm çəkmişəm. Pərdəni, üzr istəyirəm. Qapı. Bağlayırıq. Oldu cütlü pəncərə. Həm pəncərə kimi, həm də qapı kimi istifadə oluna bilər. Pərdəni çəkim yerinə çox gözəl olsun, gözəl də görünsün. Həyətə baxan yataq otağından gözəl bir mənzərə. Gəl oradan. Buradakı bütöv olaraq qardıropdur. Divarın içərisinə bütöv dolab yığılıb. Burada da güzgüdür. Giyindin, keçindin, güzgüləndin. Getdik kuxniya, mətbəxə. Gedək mətbəxə. Çörəyimizi yeyək, yeməyimizi yeyək, çayımızı, kofemizi içək. Oturaq maşınımıza, canımız sağ. Gedək işimizə, gücümüzə, məktəbə. Burada mətbəx. Bir daha söyləyəm, mətbəxdə televizor, sobalar, hamısı var. Qab yuyan maşın, soyuducu, mebellə bir yerdə birinin içərisində yığılıb və burada çamaşırxana. Ayrıca dolablar yığılıb divarın içərisində. Paltar yuyan maşın bura qoyulub. Buradan da düz hovuza görüntü var. Dəyərli izləyicilərimiz, bitirdik. Gözəl bir yerdir, gözəl bir ərazidir, gözəl bir evdir. Tam girdin, çıxdın, paltarı götürdün, gəldin, girdin bura yaşamağa dəyər. 4 fəsil yaşamağa, 4 fəsil. Çıxdın, tıxac yox, bir şey yox, yola yaxın. Qonağın gəldi, qarşılamağa çox yaxın bir ərazidir. Elə qonağın gəldi, piyada çıxsan yolun kənarından, götürürsən, gəlirsən evə. Çox sağ olun, bizi izlədiyi üçün, bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.